Azərbaycan son 5 ildə xarici ölkələrə 330 milyon dollar yardım, üzr istəyirəm, naloq ödəyib. Bu nəyin vericisidir, globalistlər bizdən alırlar. Hikmət Hacıyev Azərbaycanın 140-dan çox ölkəyə yardım etdiyini bildirir. Üstündən bir gün keçir, Müzəffər müəllim Ukraynaya 1 milyon dollar göndərəcəyini bildirir. Deməli, Bəylər Eyyubovun qardaşının xarici ölkələrdə 60 milyonluq mülkləri ortaya çıxıb. O vaxt yadımdadır ki, Dəmir burunun mühafizəsi bəylərim bir qohumu var idi, adı da Robert idi. Harda kiminlə sözü çəp gəldi, silaha əl atırdı. Hətta bir dəfə zirzəmidəki məkana əl qumbarası da atmışdı. Amma həbs olunmurdu. Azərbaycanda dahi bir filosof deyirdi ki, xalqı öz ətrafında birləşdirmək istəyirsənsə, onun üçün qorxulu bir düşmən obrazı yarat. Azərbaycan xalqı da bu tezis ilə idarə olunur. Ağzını açıb haqqını tələb eləyənin başına qapaz vururlar ki, kəs səsini, indi bunun vaxtı deyil, döyüş şəraitindəyik. 30 il doğulmam vay, sarı gəlinim vay. Dahi bir filosof deyirdi ki, xalqı öz ətrafında birləşdirmək istəyirsənsə, onun üçün qorxulu bir düşmən obrazı yarat. Azərbaycan xalqı da bu tezis ilə idarə olunur. Ağzını açıb haqqını tələb eləyənin başına qapaz vururlar ki, kəs səsini, indi bunun vaxtı deyil, döyüş şəraitindəyik. 30 il doğulmam vay, sarı gəlinim vay. Heç indiyə qədər düşünmüsünüz, niyə vaxtı ilə təhlükəsizlik strukturu olan MTN-in adı dəyişdirilib olub DTX? MTN, Milli Təhlükəsizlik Nazirliyi, yəni millətin, xalqın təhlükəsizliyini təmin edən struktur. DTX isə Dövlət Təhlükəsizliyi Xidməti, yəni dövlətin, əslində isə hakimiyyət. Azərbaycan son 5 ildə xarici ölkələrə 330 milyon dollar yardım, üzr istəyirəm, naloq ödəyib. Bu nəyin vericisidir, globalistlər bizdən alırlar. Hikmət Hacıyev Azərbaycanın 140-dan çox ölkəyə yardım etdiyini bildirir. Üstündən bir gün keçir, Müzəffər müəllim Ukraynaya 1 milyon dollar göndərəcəyini bildirir. Azərbaycan son 5 ildə xarici ölkələrə 330 milyon dollar yardım, üzr istəyirəm, naloq ödəyib. Bu nəyin vericisidir, globalistlər bizdən alırlar. Hikmət Hacıyev Azərbaycanın 140-dan çox ölkəyə yardım etdiyini bildirir. Üstündən bir gün keçir, Müzəffər müəllim Ukraynaya 1 milyon dollar göndərəcəyini bildirir. Deməli, Bəylər Eyyubovun qardaşının xarici ölkələrdə 60 milyonluq mülkləri ortaya çıxıb. O vaxt yadımdadır ki, Dəmir burunun mühafizəsi bəylərim bir qohumu var idi, adı da Robert idi. Harda kiminlə sözü çəp gəldi, silaha əl atırdı. Hətta bir dəfə zirzəmidəki məkana əl qumbarası da atmışdı. Amma həbs olunmurdu. Azərbaycanda